Sağ olun. Buyurun. İlk öncə Allah səbəri keçirsin. Allah sizləri qorusun. Sizi də bütün elm əhlimizi də dində fəqir eləsin, ya Rabbi. Amin. Sualı yazmışdım. Bəzən elə olur ki, gündəlik həyatımızda, məişətimizdə, işdə, hətta üzr istəyirəm, ailə münasibətlərində hər şey çox yaxşı olur. Asan olur, bərəkətli olur və bu hal bəzən günlərlə, həftələrlə davam edir. Amma bəzən isə tam əksinə, hər şey bir-birinə qarışır, dolaşır, heç nə alınmır. Hətta əhli olduğun olan bir kimsə öz işini belə görə bilmir, yəni asan şəkildə. Hətta öz davranışında, əxlaqında dəyişiklik, naqisliklər hiss edir. Hətta insanla qarşılaşdığı insanların onunla belə müamiləsində bunları hiss edə bilir. Sualımız bundan ibarət ki, bilmək istəyirik ki, halımızda bu cür dəyişikliyin olmasına səbəb nədir? Öncədən təşəkkür edirəm, cəzakumullah xeyran, bərəkallah. Allah razı olsun sizdən. Afiqum bərəkallah. Eşitdiniz əl arası sualı. Bismillahi, elhamdülillahi və salatu və selamu alə Rasulillah. Həqiqətən olduqca təsir edici bir sualdır, qardaşın sualı. Allah-u Teala hamımızı bağışlasın. Allah-u Teala hamımızın günahlarımızdan keçsin, əff etsin. Bu məsələlər boşu-boşuna olmur. O qardaşın saydığı məsələlər boşu-boşuna getmir də. Bunlar hamısı gündəmdə yığılan günahlardan olur. Günahları çox xəfifə alma olmaz. Həqiqətən. Günahlar yığılır, Allah qorusun. 1, 2, 3, 4, 5. Artıq yəni nə haqqı batildən, nə batil haqdan ayırt etmək olmur. Və qardaşın saydığı bu məsələlər Allah qorusun. Həqiqətən günahlar o qədər təsir edir ki, insanın həyatına, subhanallah. İnsan bildiyi bir şeyi danışa bilmir. Etmək istədiyi bir şeyi hansı ki gündəmdə edə bilmir. Günahlar çəpərdir, subhanallah. Həqiqətən. Ona görə son dərəcə kimi birinci bunun üzərində çalışmaq lazım. Günahlardan uzaq durmaq. O qardaşın saydığı məsələlər hamısı günahların nəticəsidir. İnsanın evində, çöldə, varda, hətta işində nələrsə eləmək istəyə bilmir. Bunların hamısı nədir? Bunların hamısının səbəbləri günahlardır. Yaxşı, bu günahları necə müalicə etmək lazımdır? Ancaq bunun müalicə yolu kitab və sünnədir. Günahlardan uzaq durmaq. Allahdan qorxmaq. Allahdan həqiqi şəkildə qorxmaq lazımdır. Allah qorusun, bu bizdə həqiqətən hələ də oturuşmayıb. Hələ də oturuşmayıb ki, Allahdan qorxmaq nə deməkdir? Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələrindən olan Su'ban radiyallahu anhu, səhv eləmirəmsə, Su'ban radiyallahu anhu bir hədisi rivayət edir. Bir günləri Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrinə özünü tutaraq buyurur ki, sallallahu aleyhi ve sellem, qiyamət günü qövmlər gətiriləcək. Yəni, ümid edirəm ki, inşallah ki, həm özümə, həm də bu dərsi kim eşidirsə, onlar üçün bu təsir olacaq, inşallah. Və Allahdan diləyirəm ki, Allah Subhanahu taala o günü nəsib eləsin ki, bu hədisi eşidəndən sonra biz deyək ki, bəsdir, subhanallah. Biz də birdən Allah qorusun, o sinifin sahiblərini olaraq. Siz də görəcəksiniz, eşidəcəksiniz. Rasul sallallahu aleyhi ve sellem sahabələrinə söylüyor ki, qiyamət günü qövmlər gətiriləcək. Qövmlər. Yəti əqvan. Deyir ki, onların deyir, əməlləri havada deyir, yun kimi ələnəcəkdir, Allah-u Akbar. Həbəən məsura. Yəni, o əməllərdən heç bir şey qalmayacaq. Amma dağlar qədər həsənətlərlə gəlmiş birisi olacaq o insanlar. Sahabələr radiyallahu anhum həmişə olduğu kimi bütün məsələlərdə, bu məsələdə də öz həssaslıqlarını bildirərək deyirlər ki, ey Allah Resulü, kimdir onlar? Onlar haqqında bizə xəbər ver. Bizdən birimiz bilməyərəkdən nədir? O insanlardan olaraq Allah qorusun. Görsün özünə qorxurlar. Onlar kimlər olacaq? Allah-u Akbar. Peyğəmbər sallallahu aleyhi ve sellem gör nə deyir? Deyir ki, sizin kimi namaz qılacaqlar. Sizin kimi oruç tutacaqlar.
Sizin kimi həcc eləyəcəklər. Sizin kimi zəkat verəcəklər. Orada bir dənə cümlə keçir. Deyir ki, sizin gətirdiyinizdən artığını gətirəcəklər. Bu hədisin şərh edən alimlərdən biri deyir ki, yəni gecə namazlarını qılacaqlar. Siz gətirdiyinizdən daha artığını gətirəcəklər. Nə deməkdir? Gecə namazlarını qılacaqlar. Yaxşı, onların əməlləri niyə görə havada ələnəcək, səpələnəcək yun kimi? Deyir ki, sallallahu aleyhi ve sellem, bunlara baxmayaraq, onlar Allahla təklikdə qaldıqda Allahın haramlarını tapdalayırlar. Allahın haramlarına göz yumurlar. Subhanallah. Fikir versiniz. O qovmilər olacaq, onlar, insanlar olacaq. Yəni, mücərrəd olaraq Allahla təklikdə qalanda Allahın haramlarını işləyirlər. Allah qorusun. Hədis əzəmətlidir, elə deyil mi? Olduqca əzəmətlidir. İnsan gərək ən birinci bunu düzəlsin. Ən birinci. Zunubul xalavat. Yəni, təklikdə olan günahlar. Təklikdə olan. Yəni, bu müsibətdir vallahi ki. Bunun üçün Allah hamımızı bağışlasın. Kimdəsə varsa bu. Bunun üçün başlarımızı səcdələrdən qalxızmalı deyilik. Vallahi, gecə gündüz Allaha səcdə edib dua eləmək. Allahım, məni xilas elə, ya Rab. Bu dəhşət. Bu insanın həyatını paramparça edir. İnsanların həyatlarını məhv edib, Allahu Akbar. O bayaq qardaş saydıqları əksərət ora qayıdır. Allaha sığınıram, yəni insanları ilzam eləmirəm bu məsələdə. Yəni insanların hamısına tətbiq eləmirəm bunu. Əksəriyyəti ora qayıdır. Gizlidə olan günahlar. Gizlidə olan günahlar müsibət. Neçə ayətlər var. Neçə hədislər var. Yəni bir mənada bu insan bunu özü üçün nə cür deyim ki, tam fikrimi çatdıra bilməyin, subhanallah. Yəni bunu özünə bir proqram çizməlidir, gündəlik. Deməlidir ki, misal üçün gündə 3 dəfə, 4 dəfə, 5 dəfə, hər namazlarda, sünnət namazlarında. Bunun üçün, xüsusi bu məsələ üçün Allaha dua edəcək, səcdələrdə. Heç nə istəmə, qardaş. Allahdan heç nə istəmə. Ev istəmə, nə bilim, maşın istəmə, iş istəmə. Bu məsələni düzəltmək lazımdır. Siz deməyin, elə işlərin düz getməməsi bura qaydırmış, subhanallah. Fikrimi çatdıra bilirəm. Sən nə edirsən ki, başqa şeyləri? Sən Allah qorusun, təkliyə düşən kimi günah edirsənsə, bu şeyləri nə edirsən ki? Sən villalarda yaşa. Ən bahal maşınlar üçün nə edirsən onlar, qardaş? O sənin üçün problem olacaq, qiyamət günü. Bu bilsin nə deməkdir? Görün ki, subhanallah, bizim nə qədər qiyamət gününə, axirət gününə Allahla görüşə, nə qədər imamımız zəifdir ki, bu hədislər bizə təsir eləmir, Allahu Akbar. Vallahi, o qədər biz zəifləmişik ki də, yəni, lap aşağı dərəcələrdir. Subhanallah. Muhammedin sallallahu aleyhi ve sellem sözləri sanki önümüzdə dayanıb deyir. Mühəddislər, Sahih Buxarıda, Sahih Müslimdə keçən hədislər üçün bilsin nə deyirlər? Deyirlər ki, elə bilin ki, bu kitab dil açıb danışır. Bu kitab Muhammedin sallallahu aleyhi ve sellem sözləridir. Hədislər Allahın Nəbisi sallallahu aleyhi ve sellem sözləridir. Bu sözlər də Allahın sözləridir. Vəhiy hamısı. Bir dənə gözümüzün qabağına gətirə bilirik. Bax, qiyamət günü olub. İnsanlar, yəni bizlər də Allah qorusun, Allahın içindəyik. Nəsəlullahi sələmət və lafiyə. Allahdan salaması və afiyyət diləyirik. Allah qorusun. Biz də gətirilmişik, Allahu Akbar. Həsənətlər, illərlə əziyyətlər çəkmişik, Allahu Akbar. Ümrələr etmişik, həclər etmişik, elm öyrənmişik, Quran əzbərləmişik, sədəqələr vermişik, valideynlərə yaxşılıq. Nə qədər yaxşılıqlar eləmişik. Bir də görsük, əməllər səfələnirlər, Allahu Akbar. Bu dəhşət. Həqiqətən bu dəhşət, subhanallah. Yəni biz nə cürətlə sonradan yenə günah edirik. Günah, gizlidə olan günahlar insanların həyatını məhv edir, Allahu Akbar. Ailələr dağılır. Vallahi ailələr dağılır. Kişi ilə qadın boşanırlar. Uşaqlara məhrum qalır insan. Hamısı nədir? Hamısı subhanallah günahlardır. Sən elə düşünürsən ki, sən gizlidə qalanda Allah səni görmür. Ələm ya'ləm bi ənəllaha yara. Ayətlərə fikir verin, mən sizə bəzi ayətlər oxuyacam. Bəzi ayətlər sizə oxuyacam. Ələm ya'ləm bi ənəllaha yara. O bilmirmi ki, Allah onu görür? Əvələ ya'ləmun ənəllaha ya'ləmu mə yusirrun və mə yu'linun. Onlar elə zənn edirlər ki, onlar gizlidə saxladıqlarını, aşkara çıxardıqlarını Allah bilmir. Yəstəxuna minən-nəsi və la yəstəxuna minəllah. Yəstəxuna minən-nəsi və la yəstəxuna minəllah. İnsanlardan yəni həya edirlər. İnsanlardan həya edirlər. Utanırlar, Allahdan yox. Allah qorusun. Allah qorusun.
Vallahi bu məsələyə ciddi şəkildə fikir vermək lazım. Bunun üçün dedi ki, proqram eləcəyik. Gündəlik. Səcdələrdə Allahdan istəyəcək. Allahım, məni xilas elə ya Rabbi. Ancaq bunu bizi xilas edən ancaq Allah ola bilər. Amma sıdıqla. Allah görsə ki, nədir? Qəlblərimizdə istək var. Biz istəmirik ya Rabbi. İstəmirik təhlikdə ona da günah eləyək. Bunun aqibətini bilirik ya Rabbi. Bunun haqqında sənin Nəbi Muhammed sallallahu aleyhi ve sellem bizə xəbər verir. Sallallahu aleyhi ve sellem. Və bu cür olanda inşallah köməkli olacaq. İnşallah. Bu ilaclarındandır. Allah'a dedi ki, dua eləmək və bir də bu hədisi fikirləşmək. Hədisi fikirləşmək. Peyğəmbər sallallahu aleyhi ve sellemin yanına Cəbrail aleyhisselam gəlir. Ona İslam haqqında, iman haqqında, ehsan haqqında sual verir. Bilirsiniz məşhur hədis. Məşhur hədisdir. Hamının bildiyi hədis. Bu arada onu da fikirləşək ki, kim kimin yanına gəlir? Cəbrail aleyhisselam, hansı ki, düz orada kişi dilində gəlmişdi, kişi qiyafəsində, özür istəyirəm. Amma bilirsiniz Cəbrail aleyhisselam haqqında olan hədisləri. Cəbrail o mələkdir ki, Allah nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, Allah Cəbraili deyir 600 qənətli xəlq edib. Allah subhanahu teala Cəbrail aleyhisselamı 600 qənətli xəlq edib. Cəbrailin 600 qənəti var. Peyğəmbər sallallahu aleyhi ve sellem Sahih Müslimdə hədis keçir 2 yerdə. Deyir ki, 2 dəfə deyir Cəbraili özünün qiyafəsində görmüş. Olduğu kimi. Subhanallah. Gör nə deyir. Sallallahu aleyhi ve sellem. Deyir ki, bir qənəti açmış deyir. 599 qənət bağlıdır. Bir dənə qanıda açıq. İndi bəs verir Peyğəmbər sallallahu aleyhi ve sellem. Deyir ki, onu görəndə deyir, üfüqün deyir, harasına baxırdın deyir, göyün arasına. Onu görürdün deyir, subhanallah. Fikir versin Allah'a. Vallahi dəhşət. Hara baxırdım deyir, sallallahu aleyhi ve sellem. Bax, indi bizim burada üstümüzdə örtülü bir yer var da. Biz birimiz örtülü yerdə olmayanda, yanında. Hara baxanları görürük, buludlar görürük, düzdür. Siz düşünün ki, buludların əvəzinə hara baxırdı deyə Cəbraili görürdü. Sallallahu aleyhi ve sellem. Hara sevirdin onu görürdün deyə. Allahu akbar. İndi sual. Bu cür əzəmətli məxluq, bu məxluqdur da, düzdür. Aleyhisselam. Bəs Xaliq nə cür? Onu yaradan Xaliq, Allahu akbar. Subhanahu teala. Allahı tanımaq lazımdır, həqiqətən. Bizdə Allah qorusun, Allah bizim hamımızı islah eləsin. Allah haqqında elm sıfırdır, Allahu akbar. Yəni ona görə günahlar belə, günahları su içmiş mi edir, Allah korusun. Olmaz belə eləmək, subhanallah. Biz nə qədər Allahdan uzaq düşmüş, Allahu akbar. Nəyə görə belə oldu? Yəni Allah'a yaxınlaşmalı, Allahı tanımaq lazımdır. Allah əzəmətlidir, subhanahu teala. Allahın əzabı şiddətlidir. Biz arada fikirləşməliyik ki, qövmlər olub, qövmlər. Allah qövmləri məhv eləyib günahlara görə. Allah alt üst eləyib, subhanallah. Lut qövmünü Allah subhanahu teala. Bilirsiniz, Lut qövmünün harada, Yardaniyada baş vermişdi. Ölü dəniz eşitmişsiniz. Tarixdə oxumuş bəlkə də görmüş. Ölü dəniz var, Bəhrul Meyyid. Allah o dənizin və sakinlərini yuxarı qalxızıb. Aliyəhə, səfiləhə. Allah qalxızıb yuxarı, batırıb aşağı. Bütün qövmü, bütün məmləkəti. Dünyanın ən çökək yeri Yardaniyadır. Subhanallah. Dünyanın ən çökək yeridir. Tarixə, coğrafiyaya baxanda görürük ki, həqiqətən dəhşət. Allah qövmləri məhv eləyib, Allahu akbar. Alt üst eləyib. Günahlara görə. Günahlar əzəmət. Günahlardan qorxmaq lazım. Aliyəhə səfiləhə. O yer əkilləri lapatka ilə. Yer əkir, torpağa çevirirlər. O bu cür eləyib, Allah subhanətlə. Bunlar Quran-ı Kərimdə keçir. Hud surəsində keçir, Allahu akbar. Allah qövmləri məhv eləyib. Bastırıb onları, subhanallah. Günahların nəticəsinə görə. Omar ibn Xattab radiyallahu anh Səmərqəndə səhv eləməmsə, qoşun hazırlayırdı, döyüşə göndərirdi. Qoşunun qarşısına çıxıb bilsin nə deyirdi? Qoşunu yığmışdı, çıxırdı qoşunun qarşısına, onlara təlimatlar verirdi, radiyallahu anh. Deyirdi ki, Lə təxafu min aduvvikum. Deyir ki, günahlarınızdan qorxmayın, deyir. Üzr istəyirəm, düşmənlərinizdən qorxmayın, deyir. Deyirdi, düşmənlərinizdən qorxmayın. Xafu min zunubikum. Günahlarınızdan qorxun, deyir. Döyüşü udub gəlməsəz, məğlub olsanız, bilin ki, nələ siləmiz. Fikir versin, hara işarə edirdi, radiyallahu anh. Xafu min zunubikum. Günahlarınızdan qorxun, deyir. Əgər döyüşdə udursanız, bilin ki, nə siləmisiniz. Ola bilməz ki, günah eləyəsiniz, udasınız. Amma günah eləməsəz, yüzəyiz udacaqsınız. Bu qədər. Gedin döyüşə. Radiyallahu anh. Bu cürlə tərbiyələndirirdi. Onlar bu cürlə idi, həqiqət. Ona görə subhanallah, günahlardan çox ehtiyatlı olmaq lazım. Bacardıqca uzaq durmaq lazım.
Gizlidə və aşkarda. Xüsusən də nədir gizlidə? Bu qəlbin təqvasıdır. Vallahi qəlbin təqvasıdır ki, mən Rəbbimi tazim edirəm. Siz deməyin, qəlblərdə Rəbb tazim olunmur, subhanallah. İllər boyudur qəlbində insan Rəbbini tazim eləmir. Nədir günahlar? Fürsət düşən kimi günah eləyir. Siz də fürsət düşən kimi günah eləyən insan qəlbində Rəbbini tazim eləyir. Mümkün deyil. Hətta o desə də belə, mən Rəbbimi yalan deyir. Yalan deyir ona görə ki, Rəbbini tazim eləyən qəlbində Allahın haramlarından uzaq durur. Bu məsələlər o məsələlərdir. Qardaş, Allah razı olsun. Yaxşı sual verir, həqiqət. Bu hamının yaralı yeridir. Günahlardan nədir? Uzaq durmaq. Günahlardan uzaq durmaq lazımdır. Hətta Allah Subhanahu taala rəhm eləsin. Gündəlik, təkrar edirəm, barakallahu fikum. Allaha dua eləmək. Amma nədir? Sıdq ürəklə, sadiqliklə, ixlasla. Bilmək lazımdır ki, Allah Subhanahu taala vədi var. Necə hidayədə? O zaman Rabbimiz buyurur ki: "Vellezine izâ fe'alû fâhişeten aw zalemû enfusahum zekerullah festağfiru lizunubihim ve men yaghfiru zunuba illallah ve lem yusirru ala ma fe'alû ve hum ya'lemun." Bu ayət Əl-İmran surəsində keçir, səhv eləmirəmsə. O zaman Rabbimiz buyurur ki, o kəslər ki bir pis iş görərlər və yaxud özlərinə zülm edərlər, Allahı xatırlayarlar. Pis iş gördükdən sonra Allahı xatırlayarlar. Və günahlarına görə Allahdan bağışlama diləyərlər. Allahdan başqa günahlar kim bağışlayır? Allah Teala sual verir. Amma bir şərtlə. Nə şərtdir? Və lem yusirru ala ma fa'alu və hum ya'lemun. Onlar etdikləri günahların üzərində israr etməzlər. Davamiyyətli dayanmaz. Şərt nəymiş? İsrarla davam et. Allah görsə ki, Ahmed, Əhməd, Muhammed həqiqətən qəlbində o günaha ikrah var. İstəmir bunu, Allah kömək eləyəcək. وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Allah Teala buyurur, kim bizim yolumuzda cəhd edərsə, çalışarsa biz onu yönəldərik. Həqiqətən görsə ki, Allah Subhanahu taala bizim qəlbimizdə ixlas var, sıdıq var, o günahdan əl çəkmək istəyir, Allah kömək olacaq. İstənilən yollarla. İstənilən yollarla. Amma Allah qorusun, əksi olanda, istərsə gizlidə, istərsə də aşkarda, ən çox da gizlidə, insanların işləri düzgün getmir, subhanallah. Həqiqətən, bütün ailə məsələləri qarşı, çöl, bayır, hər şey. Subhanallah, yəni gün ərzində deyirsən ki, niyə görə belə oldu məndə? Daha unutmuşsan ki, səhər-səhər Allah'a qəzəbləndirən əməl etmişsin. Və bunlarla. Nə qədər bəladır, həqiqət. Vallahi elə bəladır ki, dəhşət. Vallahi dəhşət. Bununla bizim aramızda və bu knopkalarla bizim aramızda ancaq Allahın təqvası var. Ancaq Allahdan qorxmaq bizi uzaq sala bilər. Elə ki, Allahdan qorxmaq yoxsa, nə istəsə eləmək. Elə asanlaşdırıblar, Allah-u Akbar. Düşmənlər, şeytanlar elə asanlaşdırıb ki, Allah qorusun. İstənilən günah növü var. İstənilən. Elə də elə deyil. İstənilən günah növü var. Bir dənə bizim orada o knopkalara əlimizi, parmaqlarımızı oradan uzaq saxlayan nədir? Allah məni görür. Kim bu hal üzərindədirsə, elhamdülillah. Allah'a həmd eləsin. Gecə gündüz Allah'a həmd eləsin ki, Allah'ım sənə həmd olsun ki, mən ona ibtila olunmamışım. Amma kim bunun üzərində deyilsə, Allah'tan çoxlu bağışlama diləsin. Dediyimiz kimi, kim Allah'tan bağışlama diləsə, Allah onu bağışlayacaq. Və Allah ona yollar götürəcək. Çalışmaq lazım, günahlardan nədir? Uzaq durmaq. Mücərrad olaraq Allah'ın izinə bunu düzəldən kimi bütün işlər qaydasında olacaq. İnşallah. Bütün işlər qaydasında olacaq. Hətta ruzunun gəlməsinə mane olur. Ruzu göydən gəlir, günahlar qalxır. Günahlar qoymur ki, ruzu gəlsin. Ona görə nədir? Çoxlu istiğbar. Çoxlu Allah'tan bağışlama diləmək. Çoxlu tövbə eləmək. Əməllərimizi düzəltmək. Allah'tan dilərim ki, Allah Subhanahu taala eşitdiklərimizi bizim üçün faydalı etsin. Allah Teala bizi günahların kiçiyindən və böyüyündən, gizli başqarda olan günahdan qorusun. Barakallahu fikum. Əhsanallahu aleykum. Sizdən də Allah razı olsun. Buyurun. Müsəlman etdiyi günahına görə başqa müsəlmanlar da zərər çəkə bilir. Bəli. Quşlar, heyvanlar, başqa canlılar, məxluqlar. Onun əksi var. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, hətta buyurur ki sallallahu aleyhi ve sellem, heyvanlar olmasaydı, yağış da yağmazdı. Heyvanlar olmaz. Yəni bir məqam yağan yağış, heyvanların üzünə yağır. Heyvanlardan dolayı yağır. Yəni çöldə olan o həşəratlar, yəni meşəlikdə olan heyvanlar az susuz qalmasınlar denə. Orada nələrsə bitsin yağış səbəbilə onlar da qidalansınlar. Allah qorusun, insanlar nə qədər fəsadlar edirlər.
Bəli. Quruda və suda. Zaharal fesadu fil berri vel behri ve bima kesebet eydin nas. Qardaş buyurdu o kimi. Allah Teala Rum surəsində buyurur ki, quruda və suda fəsad baş verir. İnsanların əlləri ilə qazandığı günahlara görə. Liyuziqahum ba'dallazi amilu. Deyir ki, bəzilərini deyir, daddırırıq ki, deyir. Bəzilərini, etdiklərimizin bəziləri deyil, hamısı deyil. Hamısı olsa həlak olardı, Allah korusun. La'allahum yarciun, bəlkə qaydalar. Allah korusun.